Salam hörmətli izləyicilər. Bu gün yenə sizə keçən dəfəki kimi DİM topludan 2025-ci il toplusundan bir sual izahını vermək istəyirəm. Yəni ismə aiddir. Keçən dəfəki sualdan da sadəcə cavablar fərqlidir. Hansı cümlələrdə ardıcıl olaraq quruluşca, sadə, düzəltmə və mürəkkəb isimlər verilmişdir? İsimlər sözünə diqqət yetiririk uşaqlar, çünki bizdən yalnız isim soruşulur, həm də ardıcıl olsun. 1. Sazdan pərdə-pərdə süzülən çalğı dağ-dərəni bürümüşdü. Burada saz sözü sadə isim, pərdə-pərdə sözü isim deyil, çalğı düzəltmə isim, dağ-dərəni mürəkkəb isim. 1-i götürürük. 2. Dağın ətəyindəki çəmənlikdə bitən çoban yastıqları göz oxşuyurdu. Dağ sadə, ətəyindəki sifətdir, yəni isim deyil. Çəmənlik düzəltmə, çoban yastığı isə mürəkkəb. Burada da yenə ardıcıl olaraq sadə, düzəltmə, mürəkkəb isim işlənmişdir. 3. Əli Səfa toya ən yaxın qohum qardaşını, dost tanışını çağırmışdı. Burada elə Əli Səfa mürəkkəbdir, ardıcıllıq burada pozuldu. Ona görə cümləyə baxmasaq da olar, amma yenə də toya sadədir. Qohum qardaş mürəkkəb, dost tanış mürəkkəb, ümumiyyətlə düzəltmə yoxdur. 4. Mədəniyyət sarayı yeni tikilən kitabxana ilə yan-yana idi. Yenə mədəniyyət sözü düzəltmədir, ardıcıllıq pozuldu. Yenə də baxmaya bilərik. Sadəcə biz baxaq, sarayı sadə, kitabxana düzəltmə, yan-yana idi isə zərfdir, yəni isim deyil. 4-ü də çıxırıq. 5. Alı dəmirçixananın qabağında dost tanışı ilə söhbət edirdi. Alı sadə isim, dəmirçixananı düzəltmə isim, dost tanışı isə mürəkkəb isim. 5-i də götürürük. Cavabımız nə oldu uşaqlar? 1, 2, 5.